Sizə yeni 600 kvadrat metrli showroom'un hekayəsini danışım. Hekayəmiz Sədərəyədə yerləşən 2017-ci ildən etibarən bugünə qədər fəaliyyət göstərən Bosfor Seramikdən başlayır. Bosfor Seramik yerləşdiyi obyektin daxilindəki problemlərin bir qismini aradan qaldırmaq alınsa da, çölündəki olan problemlər hələ də aktual olaraq qalır. Mən Yusubov İsmail, 2 ildir Bosfor Seramikdə satış mütəxəssisiyəm. Qışda soyuq, yayda isə əksinə isti olurdu və bu biz və personal üçün və müştərilərimiz üçün narahatçılığa səbəb olurdu. Polad İsmailov, 4 ildir Bosfor Seramikdə satış mütəxəssisiyəm. İctimai nəqliyyat cəhətdən işə gəlib getmək həm özümüz üçün, həm də müştərilər üçün çox çətindir. Bu məkanın daha bir çatışmayan cəhəti təhlükəsizlik məsələsidir. Hətta bir dəfə hadisə də baş vermişdi. Fəaliyyət müddəti ərzində bəlkə də 100 minlərlə kvadrat metr kafel kəmərqranit məhsulu satışı olub və bu rəqəmi artırmaq üçün bizə daha uyğun, daha üstün bir məkan lazım idi və uzun müddətdir ki, onun axtarışındaydıq. İstənilən biznesin həyatında elə bir dönəm gəlib çatır ki, onu limitləyən faktorlar olur. Bu məkan faktoru ola bilər, bu seçdiyin nişa faktoru ola bilər, bu personal ola bilər və s. Və düşünürəm ki, sahibkar daima inkişaf etmək üçün bu məhdudiyyətləri, bu limitləri aşmaq üçün fürsətlər axtarmalıdır və daima əli nəbzdə olmalıdır. Təbii ki, uyğun məkanı tapmaqla iş bitmir. Ona görə də növbəti seriyada digər atdığımız addımları da göstərəcəm.